kağız jurnallar artıq tarixə qovuşur. Müəllimlərin dərsə daxil olduqları anda apardıqları iştirak, qayıb qeydləri indi elektron formada həyata keçirilir. Cəfərzadə Miray, Ələkbərova Dəniz, Jasmin. Burada. Kim gəlib, kim gəlməyib, onlar yoxlanılırdı. Müəllim kağız üzərində işini yerinə getirirdi. Bizim əvvəlki müəllimlərdən fərqimiz odur ki, biz elektron jurnal əsasında işlərimizi görürük. Sinif rəhbərlərinin işi əsas çətin idi, çətinlik çəkirdi, növbəyə dayanırdı müəllimlər ki, jurnal təzə jurnaldır. Amma indi elektron jurnal çox rahatdır. Sinifə giririk, o dəqiqə ilə jurnalı həmin dəqiqə yazırıq, həmin dəqiqə qayıbları yazırıq. Sonra summativləri yazanda çox rahatdır bizə. Platforma vasitəsilə valideynlər də övladlarının tədris prosesinə birbaşa nəzarət edə bilirlər. Vaxt tapa bilmirdik, gəlib baxa maraqlana bilmirdik tez-tez. Amma indi işdə, evdə çox rahat şəkildə telefonla baxa bilirik uşaqlara elektron jurnala, qiyməti ilə. Qızım axırıncı və KSG-dən 94 bal almışdı həyat bilgisindən. Yəni, onları rahat şəkildə baxıb buradan izləyə bilirəm. Mənim övladım 4-cü sinifdə oxuyur. Kiçik summativ qiymətləndirmə olanda mən ora asan şəkildə girirəm. Həmin bu summativ qiymətləndirilmədə hansı mövzular düşəcək, onu ətraflı öyrənirəm və öz övladımla evdə məşğul oluram. Bir də var ki, siz təsəvvür edin, bir sinifdə 35-40 uşaq varsa, bunun hər biri müəllimə yazsa, ay müəllim, hansı mövzular düşəcək, nədən hazırlaşdıraq, bu həm valideyni yorur, həm müəllimi. Amma bu platforma sayəsində biz uşaq haqqında bütün məlumatları, hətta summativ nəticələrini belə biz girib oradan baxa bilirik. Qeyd edək ki, proses rəqəmsal məktəb platforması üzərindən həyata keçirilir. Elektron jurnallar artıq Bakıdakı ümumi təhsil müəssisələrində tətbiq olunur. Gələcəkdə bu sistemin bütün ölkə üzrə məktəbləri əhatə etməsi planlaşdırılır. Ləman Abbaslı, Rəhim Neymətzadə, İTV Xəbər.